Professor Məmməd Tağı Cəfərov torpaqlardan səmərəli şəkildə istifadə üçün araşdırmalar aparmış görkəmli alimdir. Məmməd Tağı Cəfərov 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsinə qəbul olunub. O tələbəlik illərindən elmi axtarışlara maraq göstərərək torpaqşünaslıq üzrə tədqiqatlara başlayıb. Məmməd Tağı müəllim 1964-cü ildə Azərbaycanın əsas torpaq tiplərində fosfor birləşmələri mövzusunda dissertasiyasını müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi dərəcəsini alıb. O Azərbaycan torpaqlarında fosfatlar problemini elmi əsaslarla araşdıran, torpaqların fosfor balansını müəyyənləşdirən və gübrələmə sistemlərinin səmərəli tətbiqi üzrə konsepsiyalar hazırlayan ilk alimlərdən biri idi. Onun tədqiqatları nəticəsində hazırlanan elmi praktiki tövsiyələr Şəki-Zaqatala, Şirvan, Quba-Xaçmaz, Gəncə-Qazax, Kəlbəcər-Laçın bölgələrində uğurla tətbiq olunub. 1980-90-cı illərdə isə o Azərbaycanın müxtəlif torpaq iqlim zonalarında intensiv əkinçilik şəraitində torpaqdan səmərəli istifadə və münbitliyin yüksədilməsi istiqamətində geniş miqyaslı araşdırmalara rəhbərlik edib. Alim elmi yaradıcılığının sonrakı mərhələsində torpaq fondu, onun qorunması, rekultivasiyası və gübrələmə sistemlərinin optimallaşdırılması məsələlərinə diqqət yetirib. Professor Məmməd Tağı Cəfərov 200-dən çox elmi məqaləsi, 40-a yaxın monoqrafiyası, dərsliyi və dərs vəsaiti ilə ölkədə torpaqşünaslıq elminin inkişafına böyük töhfələr verib. Onun torpaqşünaslıq, Azərbaycanda gübrələmə sisteminin əsasları, torpaqşünaslıq və geologiyanın əsasları kimi əsərləri uzun illər tələbələrin və mütəxəssislərin stolüstü kitabı olub.